Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecmaîn. Amma ba'd. Değerli Müslümanlar, alemlerin Rabbine hamdolsun ki Müslümanlar Ramazan ayını yola saldılar. Kimin nə şəkildə, necə etdiklərinə Allah şahid oldu. Allah Subhanahu taala bütün müsəlmanlardan Ramazanı mükəmməl oruclar şəklində qəbul etsin. Amin. Dəyərli müsəlmanlar, Allah Subhanahu taala Qur'an-ı Kərimdə Ər-Rəhman surəsində dəfələrlə buyurur: "Fəbi-əyyi əlai rabbikuma tukəzziban." Rabbinin hansı nemətlərini inkar edəcəksən? Biz Rabbimizin bizə bəxşiş etdiyi hansı nemətlərini inkar edəcəyik? Allah qorusun, əsla biz ona cəhd belə etməliyik. Allah Subhanahu taala bizi onlardan yazmasın. Dəyərli müsəlmanlar, nemət üzərə davam edir. Ramazan kimi möhtəşəm bir ay getdi. Və yenə ardınca fəziləti olduqca böyük olan bir ay başladı. Şəvval ayı. Hal-hazırda Şəvval ayındayıq. Şəvval ayında 6 gün oruç vardır ki, kim bu 6 gün orucu bu bir ayın içində tutarsa, Allahın Resulü sallallahu aleyhi ve sellem gör onun üçün nə demişdir. Abu Ayyub el-Ansari radıyallahu anhu rəvayət edir. Allahın Resulü sallallahu aleyhi ve sellem belə buyurdu. Men samar Ramadan ve atba'ahu sitten mineşşevval kâne kesiyâmud dahr. Ravahu Muslim ve Abu Davud ve Tirmizi ve Nesai ve İbn Mace. Bu hadisi İmam Muslim ve Abu Davud ve Tirmizi ve Nesai ve İbn Mace kimi möhtəşəm əhl-i sünnənin elm adamları rəvayət etmişdirlər. Hadis səhihdir. Resulullah bu hadiste buyurur: kim Ramazan orucunu tutarsa ve onun ardıyca Şəvvaldan 6 günde oruç tutarsa, bu onun için bir ilin orucuna beraberdir. Subhanallah. Deməli, Ramazan ayını bir ay tuttun ve sonra növbəti ayda 6 günde oruç tuttun. Deməli, sən bir ilin orucunun mükafatını Rəbbindən alacaqsan. Sanki bir il oruc olmusan. Bu bilirsənmi nə deməkdir? Yəni, yerdə qalan 11 ayda oruc olmusan. Bu 6 günlə birlikdə. Bəli, dəyərli müsəlmanlar, kimsə buna biganə yanaşmasın. Əsla yanaşmayın, dəyərli müsəlmanlar. Bu 6 günü tutun. Bu 6 günün hökmü müstəhəbbidir. Yəni, Şəvval ayının orucunun hökmü sünnədir və müstəhəb əməllərdəndir. Yəni, farz, vacib olan təkcə Ramazandır və bir də ki, insanın kəffarə kimi tutacağı cərimə oruclar vardır, onlardır. Yəni, ondan başqa olan oruclar, o cümlədən bu orucun da hökmü müstəhəbbidir. Yəni, tutsan mükafatın vardır, tutmasan bir mükafatı itirmiş olursan. Daha ona görə günah qazanmazsan. Bu orucu Şəvval ayı boyunca tutmaqdır söhbət. Mümkündür ki, ən gözəl olanı budur ki, ilk 10 gündə tutulsun. Bu tövsiyə olunandır. Amma hökm bu şəkildə deyildir. Və bəziləri bunda tələskənlik edir və düşünür ki, hökmən birinci 10 gündə tutmalıyam, yoxsa bu savab olmayacaq. Xeyr, bu bir ayın içində. Yəni, adından da məlum olduğu kimi, Şəvval ayının içində tutacağın orucdur. Bunu istərsən ardıcıl tut,
İstərsən fasilə ilə tut. Əgər bir insan ardıcıl tutmaq istəsə, elə düşünməsin ki, 5-ci, 6-cı günə düşsə nə edim? 5-ci gün oruç tutmaq olmaz, 6-cı gün oruç tutmaq olmaz. Bu fikri tam olaraq dəstəkləmək, yəni doğru deyil. Çünki bu ixtilaflı məsələdir. Doğru olanı budur ki, sən ardıcıl tutursansa, hele 5-ci günə düşsə də tut, 6-cı günə düşsə də tut. Çünki Resulullah sallallahu aleyhi ve sellem görür zövcəsi orucudur, ondan soruşur nafilə orucunu. Soruşur, bu nəyin orucudur belə? Deyir, nafilə orucu tutmuşam. Həftənin 6-cı günü idi, şənbə. Axı tək şənbə günü oruç tutmaq nafilə orucu qadağandır. Zövcəsi demişdir ki, ya Resulullah, bəli, mən nafilə orucu tutmuşam. Allahın Resulü soruşur, dünən tutmuşdun, yəni 5-ci gün. O deyir, xeyr. Və soruşur, sabah tutmaq fikrim var, yəni bu günü tutub sabah da tutacaqsan. Zövcəsi deyir, xeyr, belə fikrim yoxdur. Deyir, o zaman get ye. Tək şənbə günü oruç tutmayın. Bu tək şənbə gününə aiddir. Yəni tək şənbə günü oruç tutmaq, nafilə orucu icazəli deyil. Onu bir günə qoşursansa zərəri yoxdur. Ona görə də Şəvval ayını bir insan əgər ardıcıllıqla tutursa, 5-ci və 6-cı günə düşsə orucunu tutsun. Bunda əsla şək yoxdur ki, orucu səhihdir və həm də doğru olanı etmisən. Və amma qazaya gəldikdə, bir insan Ramazan ayından sonra Şəvval orucunu tutmaq istəyir. Əgər qəzası yoxdursa, həmən ardıyca tutsun. Əgər qəzası varsa, yəni Ramazandan qəzası qalıbsa, məsləhətdir, tövsiyə olunur ki, birinci qəzanı tutsun. Bu da hökm deyil ha, çünki hər ikisi icazəlidir. Amma tövsiyə olunur ki, birinci qəzanı tutsun. Ona görə ki, Şeyx İbn Baz demişkən, Allahın Resulü sallallahu aleyhi ve sellem hədisdə açıq aşkar deyir ki, kim Ramazan ayını tamamlayarsa, mən samar Ramadan, kim Ramazanın orucunu tutarsa və ətba'ahu sitten minəşşəvval və onun ardıyca 6 gün Şəvvaldan oruç tutarsa, və Şeyx İbn Baz buna əsas gətirir və deyir, axı sənin Ramazanın tamamlanmayıb. Axı Resulullah dedi, kim Ramazanı tamamlayarsa və 6 gündə Şəvvaldan, sənin Ramazanın tamamlanmayıb. Bu bir. Ramazanın qəzalarını tut, tamamlansın. Sonra 6 günü tut. Zaten Ramazandan nə qədər qəzan olar ki? Qadındırsa, tutaq ki, adəti halına görə 4 gün, 5 gün və yaxud da ki, bir neçə gün olur. Bu daha 15-20 gün müddətində olmaz hər halda. Ki o ay çıxmış olmur. Şəvval ayı çıxmış olmur. Və ona görə də bacaran çalışsın birinci qəzanı ödəsin. İkinci səbəb budur ki, vacibin borcu daha çoxdur nafilədən. Yəni Ramazan orucu vacibdir, Şəvval orucu müstəhəbbidir. Vacibi önə vermək daha etibarlıdır. Bu tövsiyə olunandır. Düzdür, bəzi elm adamları deyiblər bunun fərqi yoxdur. Əslində elədir. Tutaq ki, bir insan tutsa da zərəri yoxdur. Sadəcə olaraq ən etibarlısı, ən doğruya yaxın olanı budur. Birinci qəzanı tut, sonra Şəvval orucunu tut. Allah qorusun. Əgər bir insanda elə bir vəziyyət alınar ki, Şəvval çıxırsa əgər, yəni Şəvvaldan 6 gün oruç tutmalıdır. Bu qəza oruclarını tutub və yaxud da nələr baş veribsə, daha doğrusu qəza orucu qalıb, nəsə hadisə oldu, tuta bilməyib. Şəvval ayı çıxacaqsa, sonundadırsa, eləyə bilər birinci Şəvvalı tutsun. Çünki artıq Şəvval çıxır, bu mükafatı əldən verməsin deyə. Yox, ayın əvvəlidirsə, tövsiyə olunur ki, birinci qəzanı tut, sonra Şəvval orucunu tutarsan. Vəl-ilmu indallahi ta'ala və axiru da'vana enilhamdu lillahi rabbil alemin və səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.